Salam, hörmətli abituriyentlər. 3-11-ci əsrlər Azərbaycan mədəniyyəti haqqında danışacağıq. Əsasən memarlığa fokuslanacağıq və xəritə üzərində öyrənməyə çalışacağıq. Qum və ləkit məbədləri var və torpaq qala var. Qaxtadır. Baxın bu bölgədə. Mehravan qalası. Ağsu, Zərdab bölgəsindədir. Mehravan qalası buradadır. Dərbənd səddi, Narınqala Dərbəndədir, Azərbaycanın ən şimalında. Cavanşir qalası İsmayılda bu nöqtədədir. Carabkert Ağdərədə bu bölgədədir. Govurqala Ağdamdadır. Ağoğlan Laçındadır. Amaras monastırı Xocavənddədir. Kiş məbədi Şəkidədir. Göy mələkləri məbədi Eçmədzindədir. Yuxarı Əskipara qala kompleksi isə Qazaxdadır. Dəyərli abituriyentlər. İndi Tərtər çayı üzərində körpü 7-8-ci əsrlər Ərəb xilafəti dövrünə aiddir. Cümə məscidi Şamaxıdadır. Bir də Tiflisdə hamam kompleksi var. O da təqribən bu ərazidədir. 9-11-ci əsrlərə aid Lerikdə Oğlanqala var. Şamaxıda yenə də Sündü məscidi var. Naxçıvanda Əlincə qalası var. Və Cəbrayılda, baxın burada, Xudafərin körpüsü var. Ümid edirik ki, xəritə üzərində öyrənmə sizin üçün əlverişli oldu. Tövsiyə edirik ki, ümumiyyətlə memarlıq abidələrini xəritə üzərində öyrənəsiniz. Yalnız belə olan halda biz daha uğurlu ola bilərik, dəyərli yoldaşlar. Hər biriniz uğurlar arzulayıram. Sağ olun, gələn görüşlərə dək.